yağış aldı. 90'a baxıram uşaqlar. İqlim diaqramı verib və biz bu diaqramı oxumalıyıq. Bu diaqram elə bir yerdir ki, yayda iyun, iyul, avqustda temperatur qaldırıbdı, yağış azalıbdı, deməli üstünə tropik hava kütləsi gəlibdir. Qışda yanvar, dekabr aylarında yağış artıbdı, amma temperatur aşağı düşübdü, deməli mülayim hava kütləsi gəlibdir. Və bu məntiqlə yanaşanda başa düşürük ki, bu elə bir yerdir ki, mülayimlə tropikin arasında yerləşir və buradan beynimizdə tuturuq nəyi? Mülayimlə tropikin arasına nə düşür? Subtropik. Deməli burada söhbət subtropik ərazidən gedir. İqlim quşaqları xəritəmizdə baxırıq. Mülayimlə tropikin arasında yerləşir subtropik gördüyünüz kimi. İndi biz bu cavabların içərisindən subtropik seçməliyik. Uşaqlar, Paris mülayim dəniz sırası gözüm sataşdı, çıxıram, getdi. Tripoli tropik dəniz qətiyyən mümkün deyil, getdi. Moskva mülayim kontinental qətiyyən mümkün deyil, getdi. Əlimdə qaldı A ilə B. Yakutsk niyə olmur? Kəskin kontinental deyir və qışda mənfiyə düşməlidir. Qətiyyən deyil. Çünki baxın qışda 5-dən aşağı düşməyibdir. Doğru cavabımız oldu. Afina Yunanistanın paytaxtı. Yunanistan bildiyimiz kimi Aralıq dənizi subtropikdə yerləşir. Belə ağıllı, doğru yazmısan.